Hər kəs salam, mən Murad İslamzadə. Bugünkü tapşırığımızda firewall texnologiya haqqında olacaq. Bu tapşırığımızda 3 hissədən ibarətdir. İlk olaraq tapşırığımız bir router paket filtrləmə, zone based firewall, DMS və loqal əsasında təhlükəsizlik siyasətinin qurulması olacaq disk paket redə. Sonra tapşırığımız ikinci olaraq asıl firewall ilə DMS və stateful firewall paket rezid olacaq. Üçüncü tapşırığımız isə PCMP kommunikasiya və hesabatın hazırlanması olacaq. İlk olaraq mən bunu Hackme'də ilk olaraq mən nümunə olaraq göstərmək istəyirəm. Məsələn, WAF, yəni Web Application Firewall-la bağlı olacaq. Mən sizə bununla bağlı tapşırıqlarınızı yerinə yetirməyinizi öngörürəm. Hackme'də əvvəlki tapşırığımda da göstərmişdim. Hackme'də işləməyinizi çox öngörürəm. Çünki məsələn, WAF nə idi? Burada Web Application Firewall-a gedir. Bu Hackme'də bu otağınızda işləməyinizi çox öngörürəm ki, mütləq burada bizə məsələn firewallın izah edilməsini, virtual maşın üzərində Linux ilə bir yerdə işləyərək hansı əmrləri işlədiyimizi göstərir. Məsələn, zero-day hücumlardır, web application ilə bağlı nə var, hər şey encryption-dır, bütün hər şeyini göstərəcək burada. Bundan savayı olaraq Wi-Fi, Wi-Fi Basics və Wi-Fi-ın otaqlarında premium olsa da işləməyinizi mütləq görürəm ki, mütləq işləyin. Bu pulsuz otaqdır. Bunu rahat əsas anlayışları anlamaq istəyirsə, amma sırf firewall və basic işləməksə bu otağı room premium otağınızda işləməyinizi tövsiyə görərəm. Mən yenə nümunə olaraq göstərmək istədim. İlk olaraq biz nələri etməliyik? İlk tapşırığımızda yerinizə yetirməyə artıq başlaya bilərik. Nə demişdik? Routerdə paket filtrləmə, ZPFM, DMS və loqlama. Router üzərində təhlükəsizlik siyasəti qurmaq üçün paketləri filtrləmək, zone based firewall tətbiq etmək lazımdır. İlk olaraq DMS-i quracağıq, trafik loqlarını görəcəyik. Addım birinci olaraq nə edək? Təbii ki də topologiyamızı qoyaq. Nə olaraq? Bir dənə router qoyaq. Məsələn, bir dənə router olsun. Özüm 1941 seçdim default olaraq. Sonra 2-3 dənə də switch qoyacağam mən bura artıq. Məsələn, bir dənə PC qoyaq ilk olaraq bura. PC1. Prosta bunun adını PC Insight qoyacağam. Inside və outside kimi funksiyalardan istifadə edəcəm. Azərbaycan şriftində yazaq. Aha. Topologiyamı belə quraq. PC. Sonra bir dənə də switch qoyacağam bura. Bunun da switch inside qoyaq adını. Inside qoyaq. Ondan sonra da routerumuzu yerə buradan yerləşdirək. Sonra aşağısına da bir dənə switch qoyacağam. Onun da adını switch DMS qoyaq. DMS olaraq qeyd edək. Hərəsi müəyyən funksiyalar üçün. Sonra bir dənə də server qoyaq bura. Server, aha. Bunda server DMS qoyaq adını. Server DMS, aha. Sonra buradan da bir dənə switch outside qoyaq adını. Yerləşdirək. Outside. Aha. Bir dənə də PC outside qoyaq. PC. Side. Əla. İlk olaraq inside nə üçündür? Dediyim kimi daxili şəbəkə, outside isə internet təhlükəsizliyi olmayan şəbəkə üçündür. DMS niyə qoydum? DMS-dəki serverlər üçün xüsusi bir zona. Neyniyək? İlk olaraq IP-lərə, IP ünvanlarını təyin edəcək. Məsələn, inside üçün olan, DMS üçün və outside üçün təyin edəcəyəm. Bunları ilk olaraq qeyd edək. Bircə saniyə. Addım 2-miz nə oldu? IP ünvanını təyin eləməliyik. Aha. Inside üçün məsələn PC inside üçün fast Ethernetdən girək IPv4-ə. 92 168 1.0 sabit maskımız da bu olsun. Yox, VG qoydum səhvən. 168 1.0 dəqiqə niyə səhv olub? 8 1.0 invalid IPv. Aha, səhv yazmışam. 92. Aha, işlədi. PC inside üçün bunu qoyuram, səhvən oldu. O default gateway olacaq. 268.0 səhvən oldu. Aha.
Ondan sonra router üçün eləyəcəm. Bunları zaten yazaqmı? Yazaq da təbii ki də IPv4 nə olsun? 192 168 11 olsun. Router üçün də yazdıq. Ondan sonra dimiez switch. Özü təyin edəcəyik orada əmrlərin. Aha, problem yoxdur. PC outside üçün də bir dənə verək burada. Default gateway-ni nə verəcəm? Bir dəqiqə router-da burada mən 0 üçün təyin eləmədim, unutdum. Birdən yadıma düşdü. Router bir üçün də olsun 192 168 2.1. Aha, ondan sonra PC üçün aha PC-yə qayıdaq. Fasedeni IPv4 nose 10.10.0 Aha. Hər interfeysin IP təyin etmək şəbəkənin düzgün işləməsi üçün vacibdir. Aha, təyin elədik. Sonraki addımlarımız nə olacaq? Təbii ki də əmrlərimizdən ibarət olacaq. Yoxsa mən bunlarla birinci konfigurasiyanı qurmaq üçün kabellərlə birləşdirək. 01 olsun. Bununla bu 0.24 tutalım. Qəbit. Birləşdirək. Bununla birləşdirdim. Sonra switching site-la SSC 2-ni birləşdirək. Yaxşı. Sonra da PC ilə bunu birləşdirəcəm. 0, aha. Switch outside ilə PC outside birləşdirək. 1. Ehtiyac qalmayacaq. Birləşdirək sadəcə belə olsun. IP-ları verdik. Routerun serialına daxil olaq. İstəyək, buralara çıxaq. Burada necə konfigurasiya rejiminə keçək. Aha, konfigurasiya rejiminə keçdik. Nə olacaq? IP adresimizi verək. 192 168 1.1 255 255 255 0 verək. Hə, interfeysinə daxil olmalıyıq. 00 daxil oldu. Bir yandan shutdown verək ki, aktiv vəziyyətə düşsün. Aha, düşdü, əla. Bir də interfeys C01-ə daxil olaq. Bunun üstündə 2.1. No shutdown deyək, bunu da aktiv vəziyyətə gətirək. Aha, bunu aktiv vəziyyətə gətirdik. 02 yox idi, ona görə ona ehtiyac yoxdur. Paket fixlənməni yeni yetirək, acələ, yəni bu SMF və HTTP icazə verir, digər trafiklər bloklanır. Bunları neyniyək? Access list 100 permit yazaq. Ondan sonra isim və P üçün dedik ki 192 168 verək. 1.0 255 ini hər biri üçün. Aha, yazdım. Ondan sonra bu dediyimiz kimi sonra nə verəcəm? Access list dəqiqə. List 100 permit verək buna da. TCP üçün verəcəm. Çünki o biri dediyimiz kimi protokollar bloklanır. Təəssüflər olsun ki. 0 Wild maskını verəcəm buna. Bu üçün də any olsun. Amma encapsulation üçün də 80 verdik. Ondan sonra bir dənə də access list verəcəm. Access list 100 deyinik. IP any yazacağım. Aha, təyin olundu. Daxil olaq. Interface biz sıfırda zaten 02 yoxdur. 02 ehtiyac yoxdur. Addım üstümüz paket filtrələmə ilə bağlı oldu. Sonraki addımımız nədir? Zone Based Firewall, yəni ZBF adlandırılır. Zone Security yazacağım bura.
Zon təhlükəsizlik üçün nə yazaq bura? Inside. Aha, niyə xəta? Bir dəqiqə, bir dəqiqə. Router'ın seriyasındayıq. Aha, əvvəlki əmrlərimizi bir də baxaq. Access list permit. Burada nə etmişdik? Permitlə icazə veririk. Permitlə. Deni ilə qadağan edirik. Bu hissədə. Ondan sonra IP Access Group 100 ilə də ki, onu yazmamışıq, amma Gigabit 02 üçün yazsaydıq, bu ACL Gigabit 02 interfeysindən gələn paketlər üçün tətbiq etməli olacaqdıq. Zone Based üçün də təyin edəcəkdik. Zone Based-dəki bizim kimi məqsəd şəbəkənin zonalara aid trafiki kontrol etməkdir. Zonalar dedik inside, outside və DMZ-dir. Zonaları yaratmaq üçün ilk olaraq routerda qeyd edək də. Nə yazaq? Zone Security inside. Niyə xəta verir bilmirəm. Yaxşı, Zone Security bir də outside yazsaq, onda da xəta verəcək. Bəlkə dəstəkləmədiyindən görə ola bilər. Çox güman dəstəkləmir deyə. Amma dəstəkləsəydi təbii ki də ki, bir də deməyəz hamısı üçün zonalar yaratmalıydıq. İnterfeys üçün də zonalar təyin edən zamanda ki, belə yazmalıydıq. İnterfeys məsələn giga 00 yazıb zone member yazsaydıq, zone member. Bu security insight üçün təyin edəcəkdik. Sadəcə dəqiqə zone member yazın. Hə, işləməyəcək zaten. Çünki biz inside zonasını yaradan zaman xəta yaranmışdı. Bəlkə də biz zone security-də böyük kiçik hərflə yazmalıyıq. Yox. Biz dəstəkləmədiyindən doğru ola bilər. Paket Tracer çox güman AIS olduğu üçün dəstəkləməyə bilər. Amma hamısı üçün interfeys C1 üçün, C2 üçün yerinə yetirəcəkdir. Yaxşı, ZBFF, yəni Zone Base üçün siyasəti yaratmaq üçün yazacağımız əmri bir də qeyd eləmək istəyirəm. Class map yazaq, ondan sonra type inspect match any ondan sonra tutalım ki HTTP traffic. Bu da olmayacaq çox güman. Aha, iOS olduğu üçün çox güman dəstəkləmir. Sonra da ki match protokol yazsam sonra. Protokol HTTP X deyib çıxacaqdır. Bunlar ZBFS siyasətini yaratmaq üçün istifadə olunacaq əmrlər idi. Olsaydı məsələn class map üçün əmr desən izahında hansı protokollara icazə verəcəkdi. Sonra policy map yazacaqdım. Policy map qaydaları tətbiq etmək üçündür. Sonra zone pair hansı zonalar arasında trafiki idarə etmək üçündür. Son olaraq da loqlama olacaqdı. Loqlama da ki biz firewall və AZL-nin loqlarını görmək üçün istifadə olunur. Nümunə üçün məsələn logging bu thread yazsam. Thread məsələn 51200 qeyd edəyəm. Aha, logging sorry. Yazıb interfeys C02-yə daxil olacaqdım, amma bu routerda olmadığı üçün bir də IP Access Group 100 in log yazsaydım, təbii ki log hər qadağan edilmiş paket haqqında məlumat vermək üçündür. Show logging-də yazsam olmadı artıq. Sadəcə zonlar təyin olunmayıb deyə bu loqları yoxlamaq üçün istifadə olunacaqdır sadəcə. Burada məsələn show logging əmri dəstəkləyir sadəcə olduğundan bilinir. Məsələn logqa buferi 51200 byte təyin eləmişdi. Məsələn burada gəlib işlədiyini görə bilirik. Amma bizim tapşırığımız bundan ibarət idi. Sadəcə iOS olduğu üçün dəstəklənmir. Müxtəlif bəlkə diskopaki Trezor versiyalarında ola bilər. Bizim digərki tapşırıqlarımıza davam edək indi. İkinci tapşırığımız SCA firewall ilə DMZ stateful firewall paket Trezor'da yerinə yetirəcəyik. SCA firewall qurmaq, DMZ yaratmaq, stateful firewall tətbiq etməkdir. Topologiyamız hazırdır zaten. SCA interfeyslər üçün gigabit 0.0.02 saat 02 olmadığı üçün məsələn biz birinci daxil olaraq ki interfeys yazaq burada. Konfigurasiya yanına keçək sonra. Interface C0 daxil oldum. Sonra name if
Inside vasitəsilə EC interfeysinə daxil olacağam və bu da dəstəkləmir. Nəysə davam edək. Yaxşı, security level yüksəltsəm yazacaqdım. Sonra IP adresini verəcəkdim. Hamısı üçün yeni etəcəm. 101, 02, 03, 02, 1 üçün level 50 yazacağım. 0 Gigabyte 02 üçün isə security level 0 yazacağım. Security level'da bildiyimiz kimi 0 ən aşağı, yəni under rested olur. 100 isə trusted ən yuxarı vəziyyətdə olur. Addım üçümüz nə idisə NAT və DMS Object Network DMS server üçündür. Hostumuz var 192.162.10. NAT-dəki DMS outside, yəni dinamik interfeys. NAT olmadan DMS server internet əlçatmaz olacaq. Yəni mən bu nəzəri formadan keçirəm. Sonrakı addımımızda məsələn ECL və stateful policy access list outside in extended perimeter yerinə yetirəcəyik. İlk olaraq məsələn əmr olaraq yazmalıyıq. Məsələn access list interfeysindən çıxır. Həmişə access list məsələn nə yazacaqdım? Outside dəstəkləməyəcək çünki outside zonası yaradılmayıb təəssüflər olsun ki, yaradılmadı. ISO extended permit. Aha, verdim. İşləməlidir zadəcən. TCP any host 192 hostumuz nə idi? 192 bayaq dedim. 168 2.10 dedim. Encapsulation da 80 təyin edəcəm. Access list outside in extended permit TCP any host'un yazıb bir də 443 verəcəkdim. Sonra qurum. SC firewall stateful olduğu üçün cavab trafikə avtomatik olaraq icazə veriləcək. Test olaraq da ki, biz outside'dan DMS serverə ping və HTTP testi edə bilərdik. Inside'dan outside'da trafiki yoxlamaq üçün istifadə olunur. Təbii ki də dəstəkləmədim ki, heyf belə olduğu üçün görürük. Bir də burada tapşırım üçün nə idi? Preferensiya konfigurasiyası və hesabat. Məqsədimiz nədir? Preferensiya firewall quraşdırma və konfigurasiya etməkdir. DMS və loqlama funksiyalarını yaratmaq üçün inşallah addımımızın nə olacaq? Preferensiyanın qurulması. Biz olaraq məsələn VirtualBox ya VMware ya da ki Docker virtual maşınlarından istifadə edib preferensiya AUS-dan VM yarada bilərdik. Sonra 3 dənə NIS konfigurasiya quracaqdıq. NIS 1, NIS 2, tutalım ki 3 dənə konfigurasiya var. 1, 2, 3 kimi. LAN, DMS WAN, yəni inside DMS və outside internet olacaq. Sonra addım olaraq IP ünvanlara LAN, DMS, WAN olaraq təyin edəcəyik. Sonra məsələn 192.1.1 qoyaq. Sonra DMS-ə 2.1 qoyaq. LAN üçün 1.1, DMS üçün 2.1, WAN üçün də DHCP və ya statik olaraq 10.0.1 qoya bilərdik. Firewall role-əsindən də LAN, DMS və WAN üçün DMS və WAN icazəsi verəcəkdik. DMS üçün WAN və HTTP icazə verəcəkdik. WAN üçün də DMS yalnız HTTPS icazə verər. Preferensiya internetinə də firewall və role qaydaları var ki, LAN, DMS, WAN məsələn DMS WAN üçün icazə verəcəm hamısı üçün. DMS üçün sadəcə TCP 8043, WAN üçün də 80.40.443 üçün verəcəkdim. Ondan sonra isə burada firewall NAT və port forward WAN adresi və DMS server ardıcıl olaraq 192.168 tutalım ki 2.10 qoyaq hostunu. Portlarımız nə oldu? 80 və 443 tutalım ki TCP portlarımız. Biz bunlara mmap alət vasitəsilə baxa bilərik. Addım 5-imiz nə olacaq? Loqlama və hesabat olacaq. Log fayllarının qeydiyyatını aparacaqdıq. Topologiya şəkli formasında olacaq. Tutalım ki, biz virtual maşında təsəvvür edəcəyik. İndi virtual maşında əlçatmaz olduğu üçün IP planımız olacaqdır və preferensiya qaydalarını təyin edəcəkdik və sonra da ki, log nümunələrini əlavə edib göstərə bilərdik. Məsələn, firewall log files events qoyacaqdıq biz. Yaxud da ki, biz burada firewall-un bir dəqiqə firewall otağına girin bir daha. Tutalım ki, hansı idi mən göstərdiyim otaq? Firewall indirection. Biz burada tutalım ki, start attack box-a basaraq, biz burada hazır virtual maşın olur. Try kimi işləyəndə zaten belə. Buradan biz lazımi məsələn, lazımi nələrimiz var? Dediyimiz ki, LAN DMS lokal qlobalları qurmaq üçün istifadə edirik. Nə üçün istifadə edirik? Dediyim kimi DMS server və inside outside-lar üçün serverlərdən istifadə edəcəkdik. Tapşırığımız ümumiyyətlə ondan ibarət idi full olaraq. Sadəcə fərqi olaraq indi mən bu attack box-un açılmağını gözləyirəm.
Maşın açılan kimi aha, biz bir də nə dedim? Psevdonun quraşdırması. Psevdonun quraşdırması üçün biz PNC orijinal saytına daxil ola bilərik və buradan download edib virtual maşınımıza qoşa bilərik. Quraşdırandan sonra məsələn RAM-ı falan təyin edəcək disklər, onlar sizdən asılıdır. Amma neclərdən 3 ədəd LAN dünyası və WAN üçün istifadə edilir virtual maşında. Nic 1 biz bulaq məsələn 2 mən qoysam burada. Məsələn burada dəqiqə. İstirahət üçün pulsuz olaraq əldə eləyə bilərsiniz. Yəni siz burada iSpooty-lə Epicenter quraşdıra bilərsiniz. İnterfeysinizi qura bilərsiniz və yaxud da LAN DMS üçün istifadə edə bilərsiniz. Tutalım ki, qurandan sonra username və passwordunuzu təyin edib daxil olursunuz. Sonra firewall üçün müəyyən qaydaları dedim ki, məsələn, action üçün pass, protokol üçün tutam TCP protokol olsun, 8443 falan destination portlarda, yəni destination-ı eləyib portdan 8443 seçirik. Sonra network port forwarding üzrə biz məsələn protokol TCP-də yenə destination WAN adresi olaraq portdan isə range 80-dən 443 arası. Aha, biz burada maşınımıza məsələn daxil ola bilərik. Linux maşınımıza daxil olaraq məsələn burdan eləmək düzdür qeyri-mümkün olacaq. Çünki sırf bu task üçün yaradılmış bir tapşırıq ola bilər. Çünki əlavə eləsəydik biz Linux terminalında burdan əlavə eləyib yükləyə bilərdik. Amma sadəcə bu trayek ümumiyyətlə maşını nümunə olaraq göstərirəm. Biz Linux-la sadəcə bunun əlaqəsi yoxdur. Tutam ki, mmap vasitəsilə biz adresinə baxa bilərik. Məsələn, mmap-lə hansı portlara malik olduğuna baxsaq, buradakı IP adresini götürüm, tutam ki, burada copy. Nəticəni versin. Aha, burada port olaraq nələr gəldi? Bizdə 80, burada düzdür, 8443 çoxdur, amma sən orada istifadə eləyəndə 8443 istifadə. 80 TCP portundan açıq vəziyyətdədir və servisi təbii ki, HTTP-dir. İcazə verəcək zaten. Yəni bunlardan istifadə edə bilərik. Əgər müəyyən qaydalar varsa, onları yerinə yetirə biləcəyik. Test nəticələri üçün PC Inside və PC Outside internet və DNS testlərini yoxlaya bilərik. Və ümumiyyətlə son tapşırığımız da sadəcə bundan ibarət olur və istəyənlər bu prosesləri yerinə yetirə bilər. Əgər məsələn mmap-la bağlı suallarınız varsa da onları da yorumlar hissəsinə qeyd etməlisiniz. Paneldə bütün portların hamısına baxmaq, vəziyyətinə baxa bilərik. Məsələn, bu IP adresindən bağlı. Məsələn, bütün portlar açıq vəziyyətdə göstərir. Hansılar məsələn filtrə süzülmüş olanları göstərir. Təbii ki də Open-də müraciət edənlər süzülməmişlə fərqli olurlar. Ümumiyyətlə bu tapşırığımız ümumiyyətlə bundan ibarət oldu. Əgər preferensiya ilə bağlı suallarınız varsa, quraşdıra bilməmisinizsə, yorumlar şərh hissəsindən qeyd edə bilərsiniz ki, mən sizə məmnuniyyətlə köməkliyi göstərə bilərəm. Və yaxud da ki, qura bilmirsinizsə, YouTube-da əminəm ki, onunla bağlı videolar var ki, onlara müraciət edərək siz baxa bilərsiniz necə quraşdırılması proseslərini. Ümidvaram ki, yardımcı oldu. Müəyyən tapşırıqların yetəcək. Həm Skopaki trezədə, həm Trayekmdə falan göstərməyə çalışdım. Əgər videomu bəyəndisə, like atıb kanalıma abunə olmağı unutmayın. Suallarınız varsa yenə deyirəm, şərh bölməsində qeyd etməlisiniz. Gələn videolarda görüşənədək hələlik çox sağ olun.